Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in, əmmə ba'd. Özümə və bütün müsəlmanlara qısa tövsiyə etmək istəyirəm. Allahu Azza və Cəllənin gözəl adları ilə, uca sifətləri ilə diləyirəm ki, və məni və bütün müsəlmanları gözəl sözlər eşidib və ən yaxşılarına ittiba edənlərdən etsin. Şək yoxdur ki, İslam dini bütün insanların dünyasına və axirətinə xələl gətirən, onların şəxsiyyətinə, etibarına, irzlərinə və namuslarına və həyat tərzlərinə xələl gətirən nə varsa, İslam dini bütün insanları, xüsusən də müsəlmanları o şeylərdən çəkindirir. İslam dininin insanların etibarını qorumaq məqsədi ilə, insanların şəxsiyyətini qorumaq məqsədi ilə qadağan etdiyi şeylərdən biri də insanların yalan danışması. Hətta məsələ ora gəlib çıxıb ki, möhtərəm müsəlmanlar, aprel ayının biri əvvəli və yaxud da yalan danışmaq üçün məşhur bir bayram halına keçirilib ümumiyyətlə aləmdə. Ona görə də tövsiyəm yalan danışmaqla ilgili olacaq və xüsusən də aprel ayının əvvəlində bu adətə qoşulub, bu adət ənənəyə qoşulub, zarafatla da olsa yalan danışmağa cəsarət eləyən və yaxud da bunu qeyd eləyənlərə tövsiyə olaraq. Öncə bunun tarixini bilmək lazımdır ki, aprel ayının əvvəlini yalan danışmaq üçün qeyd edən və yaxud da bunu yalan danışmaq üçün bir bahanə gətirən və yaxud da bir adət halına çevirmək hardan gəlir? Şək yoxdur ki, bunun tarixi Avropadan gəlir, xüsusən də Britaniyadan. Tarixdə zikr olunur ki, bunun əsli 17-ci əsrə qayıdır. Yəni, o dövrdə bəzi keşişlər ağlını itirmiş adamların səbəbi ilə kilsələrdə namaz qılarlardı ki, Allah onların ağıllarını qaytarsınlar və həmin günü də güya ki, insanların ağlını imtihana çəkmək üçün kim zəkalıdır, kim qeyri-zəkalıdır, belə bir bayram kimi gün qeyd ediblər. Hansı ki, bu bizdə də yayılmış məşhur məqalədir. Bugün aprelin 1-idir, Allah atmağın günüdür. Təbii ki, bu məqalə əslindən, kökündən tamamilə batil bir məqalədir. Sonra bu adət keçir Fransaya, sonra İskotlandiyaya və başqa Avropa ölkələrində yayılmağa başlayır. 19-cu əsrin əvvəllərindən etibarən bütün dünyada artıq bu adət ənənə hər tərəfə yayılır. Buna İslam baxımından baxsaq, ümumiyyətlə bir müsəlman kimi bu məsələyə necə mövqe göstərməliyik? Şək yoxdur ki, müsəlman hər məsələdə, dinində nə olursa olsun, dinində bu məsələyə necə baxılır, onu öyrənməsi lazımdır. Allah Azza və Cəllə, əziz qardaşlar, Quran-ı Kərimdə buyurur. Allah Azza və Cəllə Quran-ı Kərimdə Ğafir surəsinin 28-ci ayəsində buyurur. Əuzu billahi minəşşeytanirracim. İnnəlləhə la yəhdi mən huvə musrifun kəzzəb. Həqiqətən Allah həddi aşanı, yalançını doğru yola yönəltməz. Bu yalan danışmağın dünyada olan aqibəti və cəzasıdır. O insanlar ki, zarafatla da olsa bu dünyada yalan danışmağa cəsarət edirlər, qəsdlə yalan danışırlar, yalan danışmaqda israr eləyirlər, bunu özlərinə adət ənənə tuturlar, Allah Azza və Cəllə onları doğru yola yönəltməz. Bu ayədən o başa düşülür ki, insanın hidayətdən, doğru yoldan uzaq qalmasının səbəblərindən biri insanın yalana meyilli olması və yaxud da yalan danışmaqda səhlənkar olmasıdır. Allahu Azza və Cəllə həmçinin Əz-Zəriyyat surəsinin 10-cu ayəsində bildirir ki, yalan danışar insanlar Allahın rəhmətindən uzaqlaşdırılmış, lənətlənmiş insanlardır. Allah Azza və Cəllə buyurur, Qutiləl xarrasun, məhv olsun yalancılar, məhv olsun yalan danışanlar. Təfsir alimlərinin bir çoxları deyirlər ki, məhv olsun
Yəni yalançılara lənət olsun mənasındadır. Müsəlman çalışmalıdır, onun etibarına, kimliyinə, şəxsiyyətinə xələl gətirən nə varsa hamısından uzaq dursun. Ondan da əlavə, axirətini təhlükəyə, ondan da daha önəmli, daha öndə olan, axirətini təhlükəyə atan nə varsa, cəhənnəmə girməyinə səbəb olan nə varsa, Allahın qabağında hesabını ağırlaşdıran nə varsa, hamısından bir müsəlman çəkilməlidir və uzaq durmalıdır. Və bilməlidir ki, tələffüz etdiyi iki dodağı arasından çıxan bütün kəlmə mələklər tərəfindən yazılır və onların hamısından qiyamət günü hesaba çəkiləcək. Xeyirdə xeyr, şərdə də şər. Allah Azza və Cəllə Qaf surəsinin 18-ci ayəsində buyurur: "Mə yəlfizu min qavlin illə lədeyhi raqibun atid." Dediyi elə bir söz, insanın dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. Mələklər insanın ağzından çıxan nə varsa hamısını qeyd eləyir və yazır. Hətta zarafatla da olsa, əziz qardaşlarım, yalan danışmaq müsəlmana, insana halal deyil. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, vay olsun insanları güldürmək üçün yalan danışanların halına. Vay olsun, vay olsun. Hədisi İmam Əhməd ibn Həmbəl Musnəd kitabında, həmçinin Əbu Davud və Nəsai Sunən kitablarında Muaviyə ibn Heydə radiyallahu anhudan rivayət etmişdir. Hədisin Albani rahiməhullah gözəl olduğunu bildirmişdir. Həmçinin İmam-ı Tabaraninin Mu'camul Kəbir kitabında hədisi də Albani səhiləşdirib. Abdullah ibn Ömər radiyallahu anh rivayət etdiyi hədisdə buyurur, Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, mən zarafat edirəm, amma heç vaxt yalan danışmıram. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, "El-mu'minu la yakzib." Mömin yalan danışmar. Başqa bir hədisdə Əbu Davud rahiməhullahın Sunən kitabında rivayət etdiyi Əbu Umamə radiyallahu anh hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, mən haqq olaraq mübahisəni tərk edən kəsin cənnətə sığınacağına, zarafat etdikdə belə yalanı tərk edənə cənnətin ortasında, əxlaqını gözəlləşdirən şəxsin cənnətin yuxarısında, yəni zirvəsində evi olmasına zamin dururam. Hədisi İmam Albani rahiməhullah gözəlləşdirmişdir. Ona görə əziz qardaşlarım, bilmək lazımdır, kim cənnətdə zirvə istəyirsə, kim cənnətdə məqamı olmaq istəyirsə, kim Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyələrinə qulaq asmaq istəyirsə, bu nəsiyyətlərə və tövsiyələrə qulaq asmalıdır. Ki, hətta özünü təhlükəyə atmasın. Nə aprelin 1-də, nə başqa aylarda və heç zaman müsəlmana yaraşmaz, nə də halal deyil, yalan danışsın. Çünki yalan danışmağın aqibətlərindən biri də odur ki, yalan danışmaq insanı bütün şər əməllərə yönəldir və insanı asiliklərə və günahlara yönəldir və insanı yer üzündə fitnə, fəsad əhlindən edir. Ona görə hədis var, Abdullah ibn Məs'ud radiyallahu anhu buyurur, Peyğəmbər sallallahu aleyhi ve sellemdən, Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyir, İnnəl kəzibə yəhdi iləl fucur. Yalan danışmaq insanı facirliyə, yəni asiliklərə, günahlara, fəsada yönəldir. Vəl fucur yəhdi ilən nar. Facirlik, günahlar və asiliklər insanı cəhənnəmə, oda yönəldir. Və mə yəzəlul abdu yəkzib. Əgər qul yalan danışarsa, və yətəhərral kəzib və yalan danışmaqda davamlı olarsa, yalan danışmağa cəhd göstərərsə, yuktəbu indallahi kəzzəbən. Yalan danışarsa və yalan danışmaqdan çəkinməzsə, buna cəhd göstərərsə, hətta o qədər yalan danışarsa, Allah qatında o qul yalancı kimi tanınar, yalancı kimi yazılar. Hədisi İmam Buxari və Muslim rivayət edib. Ona görə qardaşlar, müsəlman bilməlidir ki, bu ən çirkin əxlaqlardan biridir, yalan danışmaq. Və kimin adəti, kimin əxlaqı olarsa yalan danışmaq, o insana çox asan gələr haqqı rədd eləsin. O insana çox yüngül gələr ki,
haqqı inkar eləsin və hətta haqqı inkar elədiyi zaman nəfsində belə bir sıxıntı hiss eləməz. Ona görə ki, əslində bir insanın haqqı dəf eləməsi, haqqı rədd eləməsi o insanın öz nəfsinə, öz istəklərinə uymasının əlamətlərindəndir. Aynən münafiq kimi. Ona görə əgər bir insan yalan danışmaqda səhlənkarlıq edərsə, o insan yalan danışmağı çoxaldar. Əgər bir insan yalan danışmağı çoxaldarsa, onunla tanınar. Yalançı kimi tanınar. Və bu da insana ar olaraq kifayətdir. Ona heç şübhə yoxdur ki, yalan danışmaq ən səfil əxlaqların növündəndir. Hətta insanlar arasında ey yalancı deyə çağırılmaqdan nifrət edirlər. Bunu qəbul etməzlər və etmirlər. Sən düşün ki, əgər bir insan insanlar arasında ey yalancı deyərək çağırılmağa razı deyilsə, necə yalan danışmağa cəsarət edib, yalanda davamlı olmağa cəsarət edər ki, hətta Allah qatında o insan yalancı kimi çağırılsın. Ona görə əziz qardaşlar, Muhammed sallallahu aleyhi və səlləm bu məsələnin nə qədər təhlükəli olduğunu bizlərə bəyan edərək bildirir ki, nəinki yalan danışmaq insanı cəhənnəmə salmaq, hətta ən təhlükəli sifətə insanı aparıb çıxardır. O da nifaq sifətinə, ikiyüzlülük sifətinə. Hansı ki Allah Azza və Cəllə Quran-ı Kərimdə Nisa surasında buyurur ki, münafiqlər cəhənnəmin ən aşağı təbəqəsində yanacaqlar. Muhammed sallallahu aleyhi və səlləm buyurur, münafiqin 3 əlaməti var. Onlardan biri də danışdıqda yalan danışar. Başqa bir rivayətlərdə gəlir ki, 4 şey var ki, o kimdə cəm olsa o xalis, saf münafiq saylar. Onlardan biri də danışdığı zaman yalan danışar. Allah Azza və Cəllədən diləyirəm ki, dilimizi bütün haramlardan qorusun, doğru danışan, doğruyu dinləyən, daima doğru tərəflərdə olanlardan etsin. Allahu aləm və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.